Rəmin müəllim, istixarə namazını qılıb, yuxuda onun cavabını gözləmək doğrudurmu? Peyğəmbər sallallahu əleyhi və səlləm deyib, sizin biriniz nəsə eləmək istəyirsə, tərəddüd elə bilmir burada xeyir var ya yoxdursa, qoy istixara namazı qılsın. İnsan namaz qılır, sonra salam verəndən sonra istixara duasını oxuyur. Sahabelərdə gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hər bir işdə bizə istixara namazı qılmağı öyrətdi. Yəni hər bir işdə bir iş eləyirsən, dünya işi, bilmirsən xeyir var ya yoxdur, istixara qıl. Elhamdülillah. Lakin başa düşmək lazımdır ki, istixaranın duasının məğzi odur ki, ey Rəbbim, bu işdə xeyir varsa, bu işi mənə üçün asanlaşdır. Bu işdə xeyir yoxsa, o işi məndən uzaqlaşdır. Yaxşı, istixaranın cavabı mən necə biləcəyəm? Bəziləri ki, mütləq yuxuda görməlisən. Mütləq yuxu gəlməlidir. Deməlidir ki, ya bu işi elə, ya bu işi eləmə. Bu yanlışdır. Çünki yuxular hərdən Allahdandır, hərdən şeytandan. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm dedi, bəzi yuxular Allahdandır, bəziləri yuxular şeytandandır. Bəzi yuxular isə nədir? Bəzi yuxular sənin fikirləri ilə bağlıdır. Bir şey barədə fikirləşirsənsə, yuxu gələcək o şey barədə. Ona görə ola bilsin ki, sən məsələn bu şeyi fikirləşirsən, eləmək istəyirsən, yuxu gəldi sənə deyir ki, elə. İstixaraya görə yox, çünki sən fikirləşirsən və sən də allanacaqsan. Yox, belə deyil. Və yaxud da bəziləri ki, mütləq hansısa bir işarə olmalıdır. Lazım deyil mütləq hansısa belə möcüzə gözləmək. Sən istixara elədinsə, düş bu işin dalınca. Əgər bu işdə xeyir varsa, Allah bu işi sənin üçün asanlaşdıracaq. Əgər bu işdə xeyir yoxsa, Allah sənə nəsib etməyəcək. Və istixaranın mənası budur. Və iş alındısa, deyirəm, elhamdülillah, Allah mənim istixaramı qəbul edir. İş alınmadısa kədərlənmə. Demə, ayda, niyə alınmadı və s. Sən də bundan qabaq bu işi tapşırdın Allaha. O işdə xeyir yoxsa, o işi müvəffəq etmə mənə. İndi nöş kədərlənirsən. Ona görə nə deyirlər alimlər? Lazım deyil işarələr gözləmək, möcüzələr gözləmək, yuxular. Sadəcə istixaranı dua edirsən, düşürsən işin dalınca. Bəli, problem deyil. Bilən adamlarla məsləhət eləmək bu iş barədə, elm əhli ilə və yaxud da bu işin mütəxəssisləri ilə. Elə bu səbəblərdəndir ki, istixara namazının vasitəsilə sən haqqı tapasan. Alındı, elhamdülillah, demək Allah Subhanahu taala sənə onu nəsib elədi. Alınmadısa, demək o işdə sənin üçün xeyir yox idi. Elhamdülillah. Bu istixara namaza belə yanaşmalıyıq biz. Allah da yaxşı bilir.